Bəli, mən forma yazıb yönləndirməliyəm baş əməkdaşlarına. Yəni kartlarınız təhlükə altındadır, dələduzluğa uğramısınız. Bugün, yəni martın 3-də təxmini saat 14:30 radələrində Kapital Bankın operator vəzifəsində işləyən əməkdaşı özünü Fərid Hüseynov kimi təqdim edərək zəng vurmuşdu. Məndən bəzi kartla bağlı bəzi məlumatları soruşurdu. Təxmini bir dəqiqə yaxın danışandan sonra hiss etdim ki, təəssürat yarandı ki, bu kiber dələduz ola bilər. Bunu da dərhal bir üzə vermədim. Biraz danışdıq. Məndə belə böyük təəssürat yarandı ki, böyük ehtimalla həmin şəxs kiber dələduzdur və növbəti dəfə cəhd edib mənim kartımdan pul çəkməyi istəyir. Xeyli danışdıq, onun suallarına konkret cavab vermədim, dolayı cavablar verdim. Yəni düzgün olmayan cavablar verdim və o da hiss elədi ki, artıq mən anlamışam ki, o kiber dələduzdur və sonra yəni məzmun bundan ibarətdir. Güya mənim kartımdan kiməsə pul köçürməyə cəhd olub, güya mənim kartıma kiber hücum var. Bu məlumatları güya dəqiqləşdirmək istəyir və onun qarşısını almaq istəyir. Özünü, yəni Kapital Bankın Portpaku, yəni baş ofisində işləyən, operator vəzifəsində işləyən şəxs kimi təqdim etmişdi. Adı Fərid Hüseynov. Eyni zamanda mənə həmin danışıq zamanı bildirdi ki, güya dərhal bu məlumatları da Daxili İşlər Nazirliyinə ötürüb, həmin şəxs bu məlumatları güya mənim kartıma hücumun qarşısını almaq üçün belə bir təəssürat yaradı. Mənim kartıma müdaxilə etməyi istəyirdi. Sonunda anladı ki, yəqin ki, mənə elə gəlir, anladı ki, mən artıq bilmişəm ki, bu kiber dələduzdur, dələduzluğa cəhddir. Dərhal deməli telefonu qapatdı və aradan çıxdı. Sonradan maraqlandım, baxdım ki, bu deyəsən Gürcüstan nömrəsi ilə zəng vurulmuş. Mən indi buradan həm Kapital Banka müraciət edirəm, həm də Daxili İşlər Nazirliyinə müraciət edirəm. Bəlkə həmin şəxs ola bilsin ki, Azərbaycandadır, başqa ölkənin nömrəsi ilə zəng vurub. Yəni o da ola bilər. Ümumiyyətlə ola bilsin ki, başqasına kiber hücum təşkil edilər və xeyli vəsaitlər əldə edilər. Ümumiyyətlə hansısa bir kiber dələduzun tapılması üçün bu bir vasitə ola bilər. Nömrə də var məndə və həmin səsi də, danışığımızı da yerləşdirəcəm və nömrə də var. Ona görə də mən istəyirəm ki, həmin şəxs də axtarılsın, həm Kapital Bank maraqlansın, həm də polis maraqlansın ki, bu adam kimdir? Ola bilsin ki, növbəti qurban ola bilər və yaxud indiyənə kimi kimlərinsə kartından pul çəkilib, həmin şəxs tapıla bilər. Siz özünüz təqdim edin, kimdən danışıram? Mən bileyim, sonra da danışıram. Fərid Hüseynovla danışırsınız, müəllim. Demişdim axı sizə. Kapital Bankdan zəng vurursunuz? Bəli, sağda operatoram. Operator, mən köçürmə eləyərkən kimin kartına köçürmə eləmişəm? Rəsul Həsənov, Akiboğlu, Qeydiyyat ünvanında Gəncə şəhərində yerləşir. Həmən şəxsi Atif bəy, siz köçürmə eləmək istəmişsiniz, tanışsınız həmən şəxsi, razılıq vermişsiniz? Xeyr, belə bir şey yoxdur. Aydındır. Məlumat verin xahişdirəm Atif bəy, Kapital Bankda neçədən aktiv kartınız qoşuldu sizdə? Onu deməliyəm mən mütləq. Bəli, mən forma yazıb yönləndirməliyəm baş əməkdaşlarına. Yəni kartlarınız təhlükə altındadır, dələduzluğa uğramısınız. Sizdən də kart nömrəsi tələb etmirik, istəmirik sizdən kart nömrəsi Atif bəy, narahat olmayın. Yəni neçədən aktiv kartınızı bilirsiniz sadəcə olaraq? 2 kartım var mənim. Bəli, ikisi də sadə keşbek kartıdır, düzdür, sadə qara kartı, yoxsa biri əlavə olaraq maaş kartı, kredit kartıdır? Biri maaş kartıdır, biri başqa kartdır. Bir də keşbek kartı, düzdür, keşbek, qara kart. Yoxsa sizə bank tərəfindən Arif bəy, üzrsən Atif bəy, kredit kartı verilmişdir, tipulun olan limitli kart. Xeyr, verilməyib. Kredit kartı verilmişdir, düzdür? Aydındır, anladım mən sizi. Baxın, indi hal-hazırda sizin kartlarınız təhlükə altında olduğu üçün Atif bəy, biz sizin bütün məlumatlarınızı formaya yazıb baş əməkdaşlarına bu haqda məlumat veririk və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin əməkdaşlarına da məlumat verdik. Qeyd edirik ki, mən şəxsi tanımırsınız, heç bir əlaqənizdə yoxdur, düzdür? Mən tanımıram, bəli. Bəli, indi sizin hər iki ədəd aktiv kartınızda təqribən qalıq vəsaitiniz nə qədər olmalıydı? Təqribən. Dəqiq məlumatım yoxdur da, gərək mən baxam,
O da biraz başım qarışdı. Təqribən Atif müəllim, yəni tam dəqiq deməli deyilsiniz. Təqribən, yəni biz bunu baxın, gəlin deyim sizə, sizdən pulu nəyə görə soruşuram ki, yəni kartınızda nə qədər pulunuz var, yəni məbləğiniz. Aha. Mən bütün məlumatlarınızı sizin formada, yəni bir sırada yazıb yönləndirəm sizin baş əməkdaşlarına, yəni biz başqa rəhbərliyə, başqa əməkdaşlara. Aha. Sizin də kartınızda hansı pulunuz xaric olunsa, yəni məbləğiniz, sabahsız gün biz bu pulu sizə yenidən qaytara bilərik. Yəni artıq sizindən heç nə tutulmayacaq. Bank özü bu pulu sizə qaytaracaq. Yəni üzr sayın ki, bu bizim təhlükəsizliyinizin üçündür ki, kartınızda yenidən məbləğiniz oturdu. SMS vasitəsilə və ya sizə zənglən əlaqə saxlayıb sizin kartınıza yenidən məbləğiniz oturdu. Yəni özünüzdən nə səviyyənizdə ildə xərcləyə edə bilərsiniz, yoxsa çıxarış edə bilərsiniz. O artıq sizin öz şəxsi işinizdir, onu mən qarışa bilmərəm. Tam dəqiq məlumatlar aydın oldusa sizə buyurun deyin, xahiş edirəm təqribən nə qədər olmalıydı. O təqribən bir var da biraz, yəni mən konkret məbləği deməyə bilərəm də. Siz kapitalın hansı şöbəsindən filialına zəng vurursunuz? Bakı. Aha. Port Baku'da, Port Baku filialında baş ofisdə Bakıdan narahat edirəm sizi. Adım da Fəriddir, soyadım da Hüseynovdur. Fərid Hüseynov, hə. Tamamilə doğrudur, bəli. Yəni mən sadə operatoram, mən kiçik əməkdaşam, belə deyim sizə. Yəni təqribən 500 manatdan yuxarı olmalıydı, yoxsa aşağı olmalıdır? 100 manat, 200 manat, 20 manat, 15 manat olmalı, təqribən. Aşağı olmalıdır, aşağı. Yəni 500 manatdan aşağı olmalıdır, düzdür? Bəli. Hər iki ədəd aktiv kartınızda, cashback və maaş kartınız yoxsa birində olmalıdır aşağı? Birində. Digərisində nə qədər olmalıydı? Onda çox az olmalıdır. Yəni bu birisində çox az olmalıdır, bu birisində 100 manatdan aşağı olmalıdır, düzdür? Aha. Aydındır, qeyd edirdim məlumatlarınızı, tamam, bütün məlumatlarınızı qeyd edirəm. İlk öncə də baxın, sizin kartınızı uğurla qoruma altına salacağıq, həmən şəxsi də kartınızdan ləğv edəcəyik və sizin qeydiyyatdan keçdiyiniz mobil telefon nömrəniz 050 497 3037 telefon nömrənizi təsdiqləyib yerinə qoyacaq bir bankın özündə əməliyyatlar törədə bilməsin deyə. Hər bir məlumat aydın oldu sizə. Aha. Aydın bir dənə aydın olmalı ki, Kapital Bank indiyənə kimi müştəriyə belə zəng vurmur, baxın. Belə məlumatlar var ki, yəni Kapital bank əməkdaşı hansısa müştəriyə zəng vurur. Yəni ibarəti Atif bəy, sizə bir bankdan SMS yönləndir, SMS. Bir mesaj bölmənizə. Yəni tıklanışlar nəsə ibarətdir. Yox, əgər yəni narazılıqla yanaşa bilərsiniz banka. Mən sizə demirəm ki, yanaşmayın və ya ki, demirəm, mən kart nömrəsiz deyil. Siz hansı tədbirlər görürsünüz? Bu kiber hücumdur yoxsa necə? Başa düşmürəm mən. Mən əməliyyat etməmişəmsə, bu necə olub köçürülməyə cəhd olub? Ola bilsin ki, kart nömrənizi zivvi kodu ilə və ya nömrəsi ilə, telefon nömrənizlə və ya şəxs vəsiqənizlə əldə ediblər məlumatlarınızı. Ondan şəkildə hamısı olur, Atif bəy. Çöldə saatlarım 21-ci əsrdir. Aha. Belə mən Kapitaldan başqa digər tərəfdaş banklardan istifadə edirsiniz ümumiyyətlə? Beynəlxalq bankdan, Leo bankdan, Nuni bankdan, Dost bankdan. İstifadə edirəm, bəli. Bankların çoxundan istifadə edirəm. Hansı tərəfdaş banklardan istifadə edirsiniz? Onlar da bu haqda məlumat verək. Ayrı banklar var da, yəni hamısını niyə deyim ki indi? Yəni mən onlara da məlumat yönləndirməliyəm, onlar mənə onsuz da aidiyyət yox. Sadəcə onlara da məlumat verməliyəm. Yox, özüm yaxınlaşaram lazım olsa, yəni Ona yaxınlaş.